Alişan Aslanlı Qarabağ İdman Klubunu təmsil edir. Klubun rəhbəri Emin Seyidovdur. Şəxsi məşqçisi Pəyam Abuşoğlu. Alişan yəni bizim son zamanlar yəni bizim bir məşqçilər korpusu olaraq bəyəndiyimiz idmançılardandır. 2017 Azərbaycan çempionudur. Yəni 2016 yəni dünya çempionatında mən rəhbərin altında gelmişdim və orada Alişan 2 döyüş dörtlədi finalda uduzdu, amma çox yəni bəyənilən döyüş göstərdi və bu təcrübə də olar bu Azərbaycan çempionu olmaq kimi bir ad titulu qazandırdı. Çəkilər ağırlaşır Elşən müəllim. Çəkilər ağırlaşır. Sevindirici oldu ki, temp heç də geri qalmır digər. Yəni bu döyüşdə də qalmayacaq. Digər çəkillərlə müqayisədə temp yenə də yüksək idi. İdmançılar doğrudan da azərkeşlərin marağını bu döyüşlərə cəlb etməyə bacarırlar. Hüseyin Ağazadədir Alişan Aslanlının rəqibi. Gülşen Ağazadə. Qeyd edək ki, ilk peşəkar döyüşü olacaq. Burada belə qeyd olunur. Çox maraqlıdır. Gülşen özü, yəni bizim bu sonuncu Azərbaycan çempionatında ən bəyəndiyimiz döyüşçülərdən oldu. İki döyüşçülərdən oldu. Respublika ikincisi oldu. Onun da 22 yaşı var. Və 81 kiloqramda, amma 75 kiloqramda isə Alişan Azərbaycan çempionudur. Yəni Gülşeni burada bir növ yoxlanış döyüşüdür, ilk peşəkar döyüşüdür. Gülşen özü Lənkəran boks məktəbinin yetirməsidir. Şəxsi məşqçisi Yadigar Məmmədov və onu kickboksingə bir növ öz marağı və bizim yarışlara maraq onu gətirib və orada Gülşen görək həmin istədiyimiz döyüşü Gülşen'dən burada ala biləcək. Ehtimadı doğrulda biləcəkmi? Bu ilk növbədə o dəvət olunması artıq. Yəni Gülşen'in burada iki seçim var. Ya Gülşen burada Emil Mövsümzadə ilə döyüşür, ya da Aslanla. Yəni burada Alişan Aslanlıya üstünlüyü verilib 81 kiloqramda. Burada Adil müəllimi daha çox təşəbbüs olunur. Ki, yəni bunlar bir də qoyaq, sonra Emil Mövsümzadə ilə döyüşürlər. Yəni əslində belə deyək, çəkisi 75 kiloqramdır. Emil Mövsümzadə ilə görüşüb 81 kiloqramda çıxış edir. Yəni bunlar həm 75, həm 81 döyüşürlər. Bunların gücləri imkan verir. Bəzən yəni çəki burada məhdudiyyəti qoyulmur. Yox. Çəki salıblar. Hal-hazırda çəkiləri salıb əlaşaq. Amma bəzən biz idmançının fiziki hazırlığına baxırıq və həmin çəkidə onu görürük, həmin vaxt. Və idmançılar da bizim sözlərə qulaq asırlar. Əlbəttə, çəki salmaq da asan məsələ deyil. Yəni bu da idmançıdan əlavə yüklənmə tələb edir. Dünənləri, yəni belə bir, yəni bu yarışın görünməyən tərəfləri var da döyüşü. Dünən çəkidə çəki mərasimində Gülşen'in də çəkisi artırıcıdır. Emil'in də, Mövsümzadənin, yəni bundan sonra və çəki üzrə komissiyanın sədri Güronan Cabbarov yəni bir də güzəştə getdi. Yox, getmədi. Hər ikisi, dünən hər ikisi məşq edib 2 kilo çəki saldılar. Bir gün ərzində? Bəli, bir neçə saat ərzində. Çox maraqlı. Yəni saldılar, ondan sonra onlar yarışa. Bax belə, yəni hörmətli tamaşaçılar, idman kənardan asan görünə bilər. Ancaq idman daxildə çox gərgin məşqlər, əlavə yüklənmələr bir növ əziyyət deməkdir. Bir gün ərzində idmançı bəzən ekstremal vəziyyət olur ki, çəki ağır gəlir və bir gün ərzində o müəyyən çəkini aşağı salmalıdır. 2 kiloqram olsa belə. Yəni bu ağır məşqlər nəticəsində. Yəni bunun da bir üsulları var. Yəni siz daha çox məndən həm iradə lazımdır. Həm istək lazımdır. İstək lazımdır. Yəni bu uşaqlarımız istəklidirlər deməli. Bax Gülşen, gördüyünüz Gülşen bilir ki, Alişan ayaqlarda ondan daha güclüdür. Və o Gülşen burada daha çox orta məsafəni götürüb əl zərbələrinin sayını artırmalıdır. Ağır zərbələr vurmalıdır əllərlə. Rəqibin ayaqlarını işlətməsinə imkan verməməlidir belə hərəkətlərlə.
eləməlidir, davam saxlamamalıdır zərbələri sənə. Yəni Fəxrəddin Quliyev düzgün iradını bildirir. Yəni tutaraq bir ayaq zərbəsi vurmaq olar. Gördüyünüz kimi Alişan tutur, Gülsədə bir neçə diz zərbəsi, diz zərbəsi, bir neçə kadr qaydalarına ziddir. Ona görə şifahi xəbərdarlıq edir. Bu çox təcrübəli Fəxrəddinlərdir. Yəni bu haqlı olaraq iradını bildirir. Amma bu böyle bir sürətlə Gülsən bu döyüşü Rahat qazana bilər. yok, Alişan rahat yapıyor. Gülsen ise biraz Gülsen'in esas silahı burada az zərbələrdir. O bu silahdan Hər iki istifadə edə bilir. yani effektiv istifadə eləməlidir. Alişanla belə bir yaxın döyüşlərə girməmək, orta məsafəni saxlamaq ağır az zərbələr verilir. Çox ağır. Və 3 zərbənin gücünü, 4 zərbənin gücünü bir zərbəyə yığıb vurmalıdır. Və bir neçə təkrar edib Alişanın həmin o Alişanın istədiyi döyüş üslubundan uzaqlaşdırmalıdır. Amma asan deyil. Alişan çox təcrübəli, Alişan bizim yəni yığma Birinci komandada artıq raundda da gördük ki, o ayaqlarından çox gözəl, hər iki ayağından belə çox gözəl götürəndə istifadə. 75 kiloqramda yəni öz yığma komandada oturuşub. Bir nömrədə demək olar, çəki dərəcəsində. 81 kiloqramda bizdə Etimadın yəni taklifdə döyüşündə yəni qarşı icazə verilməyən zərbə olduğunu və ona görə zədə aldığına görə Etimad bu yarışda iştirak edilmədi. Daha bir xəbərdarlıq. Dirseğine zərbe oldu. Bir şey oldu mu? İkinci raund davam etməkdədir, hörmətli tamaşaçılar. Təbii ki, yenə də Elşən müəllim də qeyd etdiyi kimi, Alişan Aslanlı daha çox ayaq zərbələrindən istifadə etməyə Alişan yəni bu döyüşü düz qurub. Alişan döyüşü çox düzgün qurub və bu qaydada davam etməlidir. Rəqib isə daha çox qol zərbələrindən üstünlük verir. Davam eləməlidir. Və Gülsün yəni bu Arzunu gətirir. Amma Alişan həmən. Yəni Alişan kimi idmançı Gülsənin bu zərbələri Alişan kimi, yəni Alişan təcrübəsində olan idmançıya 1-2 zərbə belə endirmək lazımdır. Bunun sayı 5, 10, 15 eləmək lazımdır ki, istədiyi ala bilsin. Bunun üstündə işləmək. Buna da ki, çoxlu məşqlər, fiziki hazırlıq lazımdır. Yəni bu Bir günün, iki günün bəli. məsələsi deyil. Gördünüz ki, Fırlanaq əl zərbəsi. Bunu bir də deyək, hələ ki, iki Gülşen 1-2 vurur da, 1-2 vurur İki da. raund ərzində demək olarmı ki, Alişan Aslanlı hələ ki daha üstündür rəqib? Üstünlüyü var, amma yenə bu Gülşen əl zərbəsi söz deyə bilər. Gülşen yəni bax burada gördüyümüz kimi Alişanın başına zərbə edir. Gülşen bir belə zərbə Alişanın yəni qarın nahiyəsinə endirməyir. Yəni buna da ki, buna Gülşenin yəni məşqlərdə buna potensialı da var. Yəni vura da bilər. Yəni o yəni bu qeyd etdiyim Potensiala sahibdir. Bu atmosfer bəlkə ona imkan verir ki, böyle bir tamaşaçılar arasında çıxış eləmək, yəni belə bir möhtəşəmlik onu bəlkə biraz sıxdır. Bir qədər həyəcan var. Yəni idmançılar yarışdan qabaq yanır, həyəcandan yanır. Psixoloji məqamlarda bunlar. Sevincdən Bu yanan, kariyeri də aşmaq lazım. sevincdən yanan idmançılarımız olur. Doğrudan rəqibi zəif olur, bu qədər sevdi. Çıxıb döyüş etsə heç bir döyüş döyüşər. Yəni özünə əminlikdən biləcək. Sevincdən yanan idmançılarımız olur.
Bunların hamısının O idman psixoloji bariyerlərdə axı bu məsələ tək idmançıların da özlərindən asılı deyil. Məşqçilər də buna ya diqqət buna təcrübə lazımdır. Və bir də təcrübə, Çox razıyam. sevinmək olmaz, çox kədərlənmək olmaz. Hər şeyin bir qədəri var. Bəli, belə bəli. deyək. Bir əndazəsi var. İdmançılarımız onun üçün bilib rəqli udacaq. Çox rahat çıxır. Çox rahat, çox rahat. Çıxır, Bu ümumiyyətlə idmanda çıxır birinci ən raundu pis şey. eləyə bilmir, ikinci raund tələsir, üçüncü raund tutardı. Arxançılıq idmanda ümumiyyətlə ən pis Bəli. şeydir. Nəinki bu idmanda O ümumiyyətlə. qədər bütün soyuq, idmanda. heç bir, o dörd, yəni o dörd kanat arasına girəndə o qədər soyuqqanlı olmalısan, o qədər. Bu soyuqqanlığı da bir il yox, illərlə saxlamaq. Təcrübələr qazanır. İkinci raundda yekunlaşdı. Döyüşün xarakterində hər hansı bir dəyişiklik olmayıb fikrimcə. Siz də əslində qeyd edirdiniz. Yəni burada bir neçə raund, ikinci raundda yəni bizim federasiya idarə heyəti Amil Hacıyev, Oktay Mehdiyev və Rüstəm Rüstəmov federasiyanın üzvlərini göstərdilər. Ölkənin belə deyək, bütün kickboksing camiası buradadır. Demək olar ki, Bakıdan hardasa 200-300 tamaşaçı gəldi. Hələ çox gəlmək istəyirdilər. Yenə də fırlanaraq əl zərbəsi bizə effektli alındı. Yəni Gülsin bir zərbədən istifadə eləməli. Gülsin bu döyüş udmaqçı. Eyni anda əllərindən istifadə edib eyni anda 3-4 zərbəni, yəni belə götürəndə sel zərbəsindən istifadə eləməlidir. Uğurun açarı belə deyək, onun üçün budur yalnız. Yəni Əlişan kimi idmançı, Əlişan tutacaq onu, Əlişan ona imkan verməyəcək. Əlişan, yəni Gülsin əllərdə güclü olsa hal-hazırda Əlişan onu əllərdən çox alır. Bu da çox maraqlı. Çünki Əlişan döyüşü düz qurub, istədiyini eləyir. Qalxaraq, boksçuların istifadə, yəni bu qalxaraq görürsünüz. Hətta çiyini ilə zərbə indirir, Gülseni özündən çıxarmaq istəyir. Yəni, rəqibini sıradan çıxarmaq üçün hər şey edir. yəni bu normaldır, bəli. Əlişan bütün bunlardan istifadə eləməlidir. Bu zərbələrin sayını da daha çox artırmalıdır. Diz zərbələrindən daha çox istifadə eləməlidir. Gülsen isə əl zərbələrini gördüyümsə artıq Əlişan onu döyüşə çağırır. Çox rahatlanır. Gülsen isə yenə... Sanki bir qədər mübarizədən soyuyub Gülsen Ağazadə. Yəni bu düz qurmadı döyüşü Gülsen. İstədiyi kimi, istədiyini ala bilmir Gülsen, mən hal-hazırda. bayaq qeyd elədim, bu Əlişana Gülsen bəlkə də bu belə bir publika önündə çıxış eləməməyi, belə bir tamaşaçı adlarına çıxış eləməməyi ona təsir elədi. Ayaqlarda oynayıb zərbələrini vurmalıdır. İlk peşəkar döyüşü olduğu üçün bir növ ona müəyyən problemlər yarada bilər. Yaratdı da belə deyək. Qeyd etdiyim kimi Gülsen Ağazadə Lənkəran boks məktəbini yetirməsidir. Lənkəran məktəbini yetirməsidir, kickboks məktəbinin üzvüdür. Və onun şəxsi məşqçisi Yalçın Məmmədov verir. Ağızda Daxçı Nazir Cəzman Cəmiyyətini təmsil edir. Əlişan Aslanlı isə Qarabağ kickboks klubunun üzvü, şəxsi məşqçisi Xəyam Abuşoğlu. Və bu döyüşdə yekunlaşır hörmətli tamaşaçılar. Üçüncü raundda yekunlaşır. İlk peşəkar döyüşü idi Gülhüseyn Ağazadənin Əlişan Aslanlı ilə çətin bir mübarizə oldu. Hər halda ilk peşəkar döyüşdür. Gələcək karyerası hələ irəlidədir. Yəni, Gülhüseynə çox təcrübə verdi. Gülhüseyni yəni ilk belə götürək də yəni təbrik eləmək olar ilk peşəkar döyüşünün əsasında. Çox şey öyrənməlidir. Artıq bu döyüşlərdən nəticə çıxartmalıdır səhvlərdən. Rəqibi də çox təcrübəli Aslanlı Əlişan idi. Hal-hazırda qalib elan olunacaq. Gözləndiyi kimi belə də oldu. Əlişan Atakiyev bu döyüşün qalibi elan olunur.
Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş döyüşdə.